Deyəsən axı bizim bir neçə dost ölkə var idi. Gərək İrana hücum olan vaxt onlar bizə kömək edəydilər, ancaq etmədilər. Mən heç kimdən heç nə gözləmirəm, təkcə Allahdan və xalqımızdan başqa. İran prezidenti Məsud Pezeşkiyan danışır. Ötən il 12 günlük müharibədən sonra Qəzvində keçirilən tədbirdə çıxış eləyir. Deyəsən, bizim dostlarımız var idi, deyir. Ancaq o dostlardan arzuladıkları köməyi görə bilmədiklərindən gileylənir. Onu da deyir ki, bizim köməyimiz göydə Allah, yerdə də xalqımızdır. Ancaq xalqın da köməyi gərək hakimiyyət olsun. Xalqı da gərək hakimiyyət qorusun. Təbii ki, İran prezidenti əvvəlcədən bilməli idi. Böyük dövlət adamları, böyük dövlət rəhbərləri əvvəlcədən bilməlidirlər ki, çətin məqamda onlara kimlər kömək eləyə bilər və nə qədər kömək eləyə bilərlər. Reallıqdan uzaq gözləntilər bu cür nəticələr doğurur. Son nəticədə gözlənilən kömək gəlmir və həm dövlət, həm xalq, həm də dövlətin başında olan insanlar məyusluq yaşayırlar. Gəlmədi o köməklər. 12 günlük müharibə dövründə İran ümid elədiyi yardım ala bilmədi.